Fitrə zəkatı vacib əməllərdən biridir. Hədislərdə qeyd olunur ki, kim fitrə zəkatını verməsə onun orucu qəbul olmaz. Fitrə zəkatı bayram axşamı ayrılır. Yəni səhər bayram olacaq, axşamdan ayrılır. Yaxşı olar ki, fitrə zəkatı axşamla artıq yoxsul insanlara çatdırılsın, gecə ilə. Yaxşı olar ki, bayram namazına qədər, təxminən saat 8-9-a qədər yoxsul insanlara çatdırılsın. İmkan olmasa günortaya qədər, olmasa axşama qədər. Hər halda fitrə zəkatı ödənməlidir. Fitrə zəkatı ailə başçısı tərəfindən verilir. Hər bir ailə üzvünün adından 3 kiloqram arpa, buğda, un, düyü, kişmiş, xurma və s. Bu ərzaq növlərinin qiyməti qədər, yəni 3 kiloqram məbləğində ayrılır. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 10-15 manat məbləğində fitrə zəkatı müəyyən edilib təxminən. Amma hər bir insan özü bazar qiymətlərinə uyğun tənzimləyə bilər. Yəni